bilmirəm. Baxarsın, görərsiniz. Məşhur restoranların birində konsert verən Röyanın çıxışı axşam saat 8-də təyin olunsa da ifaçı tamaşaçılarını bir bağladı, gözlətdi. Tamaşaçılarda intizarda saxlayan müğənni səhnəyə köhnə paltarlarından birində çıxdı. Vaxtilə verilişlərin birində geyindi, qırmızı donunu bir daha geyindi. Özü də konsertinə. Konsertdə 3 dəfə libas dəyişən müğənni səhnədə tər tökdü. Konsertdə bir çox sənət yoldaşlarını da çağıran Röya, hətta onlarla birlikdə duet də okudu. Konakların arasında Sevda Yehyayevanı görəndə isə hamı şoka düşdü. Uzun müddətdir Röyanın incik düşdüyü, dost siyasından sevdiyi Sevda Yehyayeva konsertə gəldi. Hələ üstəlik səhnəyə də çıxdı. Hamını bir sual maraqlandırdı. Görəsən eksoslar arasındakı soyuq savaş bitdi mi? Tərəflər barışdı mı? Görmədi, duymadı, bilmədi, biləmədi, gördüğüm hislərler. Niye yanmadı, niye kalmadı, niye sevgim olmadı sevgim? İnciklik yoxa çıxdı mı? Barışdıqlarını elan edən tərəflər aralarındakı qara pişiyi yox edə biliblər deyəsən. Amma tamamen yox. İkisi gəlib məndən barışır. Gül dağılır. O da uşaqdır. Əslində, o da öz kişiliyini göstərdi. Röya nə qədər də olsa ondan yaşda böyükdür, xanımdır. Ondan əlbəttə ki, üzr istədi. Yəni, bu normal haldır. Bir vaxtlar Sevda ilə bağlı bütün körpülərini yandıran Röya. Hamını sevdim, hamını sevdim. Söhbət yenidən ortaq işbirliyindən düşəndə heç nəyi istisna etmədi. Hansısa bir proyekt olsa, əgər orada mən kimisə görsəm, bəzi onunla danışmasam belə, onu orada istifadə edəcəm, bunu biləcəm. Mən tərəfdən yenə deyirəm, heç bir narahatçılıq olmuyor. Mən yenə də bunu vurgulayıram ki, mən ondan inciməmişəm. Bunu dəfələrlə demişəm ki, mən Röyadan inciməmişim. Çünki inciməyə belə bir səbəb də yox idi. Ki, heç bir işə imza atmağa söz vermirəm. Bütün planları ləğv edəcəm. Ürəyi dua dirəm, mən tutulmaya bilərəm. Amma ilk gün mən demişdim və Sevdənlə bizim davamız olmayıb. Nə də şikayətlə söhbət eləməmişim. İstisna hazırlanmışam, özü ilə münasibətli yanılmışam. Əcəb eləmə, əcəb eləmə. Doğrudan da həyatdır, ağı da, qarası da bir olan həyat. Çok
Konserte Sevdan'ı görsək də Zamiqi gördüm diyen olmadı. Müğənni ayağını konsert salının kanunlarına belə basmadı. Söhbət Zamiqlə olan danışlığından düşəndə isə Röya ismarısını belə yolladı. Olmayacak, yok. Gerçekten düzeltmek için de yok. Sevda Röya'nın konsertine gelse de Beni görmeyi istəyirdi konsertinde. Dəvət edib, benim anlayasındı mən də konserte katıldım. Röya'nı Sevda'nın iyunun 4'ü vereceği solo konsertinde görmeyeceğiz. Sebep ise onun Moskva seferi oldu. Herhalde bu cevabı bize Röya'nın prodüsörü Kenan verdi.